Yay istirahət mövsümündə hərəkət intensivliyinin artması faktorunu nəzərə alaraq yol nəqliyyat hadisələrinin profilaktikası məqsədi ilə Daşkəsən rayon polis şöbəsinin yol polisi bölməsinin əməkdaşları tərəfindən bu qəbildən olan növbəti reyd Daşkəsən Xoşbulaq avtomobil yolunda təşkil olunub. Tədbirin gedişində avtomobillərə qanundan kənar müdaxilə edən, nəqliyyat vasitələrinin yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran, sürücülük hüququ olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, sərnişin daşıma qaydalarını pozan, texnika başdan keçməyən, sərxoş halda sükan arxasında əyləşən sürücülər müəyyən edilib və barələrində müvafiq tədbirlər görülüb. Yol polisi müfəttişlərinin saxladıqları sürücülər arasında bu tədbirlərə müxtəlif reaksiyalar müşahidə edilib. Sürücülük vəsfənizə bax. Sürücülük vəsfəniz var. Bəli, Süleymanov Arzuman Məhərov. Süleymanov Arzuman. Bəli. Ben xahiş edirəm çəkmir onu. Ha qardaş. Qardaş bir dəqiqə bura baxın. Hə, şükür. 65-ci. Sağ, belə də olarım. Sənin avtomobilin. Qardaş sən belə dur. Sağ. Sağ şeylər qardaş. Təlim. Bu sənin avtomobilin. Bəli. Axtarışı vururam, sizin adınıza heç bir şey çıxmır. Bax, hamın görə baxın. Evet, sizin adınıza yox. Bax, burada sistemdə görsəksiniz. Evet, sizin sürücülük vəsfəniz varsa, mən sizin avtomobilinizi bilirəm. Mənim canım üçün mənim problem var. Qardaş, yoxdur da, burada sistemdə görsəksiniz. Sizin nə etibarnaməniz var? Etibarnaməni bəli, biz deyirəm. Yox. Amma problem deyirəm mənim canım üçün. Bu sizin avtomobilinizdir. Hər Göycə rayon məsələsində. Yox, rayonda heç nə yazılmır. Oxuyabilirsiniz də avtomobilini. Hər bayram Oxuyun. Ragib. Bayram Ragib. Həmin ay sonra. 1975 11-23. Bu sizsiz də düzdür? Bax, burada axtarışa sistemdə sizin yoxdur da. Daşkəsən rayon Polis şöbəsinin dövlət yol polis əməkdaşları tərəfindən yay mövsümü ilə əlaqədar mütəmadi reydlər keçirilir. Reyd zamanı sərxoş və idarə etmə hüququ olmayan sürücülər aşkar olunursa, əməkdaşlarımız tərəfindən inzibati qaydada tədbirlər görülür. Mütəmadi olaraq reydlərimiz davam etdirilir. Sürücülərə tövsiyəmiz odur ki, avtomobillərini sərxoş vəziyyətdə və idarə etmə hüququ olmadan idarə etməsinlər. Reyd zamanı saxlanılan avtomobillər içərisində 10-a yaxın avtomobilin sürücüsü barədə inzibati tədbir görülüb və onlar cərimələniblər. Rayon ərazisində bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur. Cabir Məmmədov, İlham Məmmədzadə, Səs TV, Daşkəsən.